Salam, mənim gözəl bacılarım, qardaşlarım, gözəl balalar, nətərsiniz? Yaxşı olun. Bizdə zeytin şorabası qoyuruq. Zeytin şorabası. Zeytin şorabasını nətər qoyurlar? Vilka ilə bir yerdən deşdikləyirsən, atırsan belə balona. Bir dənə deşdik atsan bəs eləyir. Belə atırsan ora, belə. Yığırsan buna. Mən bunların hamısını deşdikləmişəm. Sizə göstərməkdən ötürü eləyirəm. Bax, belə deşdik atırsınız bir yerdən. Bax, bir yerdən belə atırsınız bunun içine. Bunların içini dolduraq bizdə. Mən bunların hamısını deşdikləmişəm. Bax, yığırsınız belə. Bu 5 litrlik balondur. Çox ağzına kimi də doldurmuyor. Bax, su tökəcəyik ona görə. Bax, yığdıq bunların hamısına bir dəfə Vilka ilə bir dəfə deşdik atdıq. Yığdıq belə balonlara. Bu 5 litrlik balondur. Sonra bunun içine suyla doldurduq. Ki, qərarını bilək də nə qədər buna duz gedəcək. Bu 5 litrlik balondur. Bax, bunu qaytarıb tökürük belə bir vedranın içine. Şorabanı da qoyanda belə qoyuruq. Bax, bunu qaytarıb indi tökürük belə vedranın içine. Bu 5 litrlik balona 3 xörək qaşığı duz tökürük. 1, 2, 3 xörək qaşığı duz tökürük. 1 stəkan üzüm sirkəsi tökürük. 1 çay qaşığı da limon duzu tökürük. Onu qəşəng şux saxlamaqdan ötürü. Limon duzun azdır. 1 çay qaşığı da limon duzu tökürük. Bunu yaxşıcana qarışdırırıq. Yəni ki, artıq eləməyək də, artıq nə lazımdır? Bu qədər olsun. Qarışdırdıq. Bunu tökürük. İndi bu balona tökürük. Ağzını bağlayırıq, ayda bir dəfə dəyişirik. Bunun suyunu ayda bir dəfə dəyişirik. Yenə biraz ayda bir dəfə, sonra duzunu 2 qaşıq tökəcəyik. İndi 3 qaşıq tökdük, 5 litrə 3 qaşıq tökdük. Sonra ayda bir dəfə dəyişəndə 2 xörək qaşığı duz tökəcəyik. Yenə üzüm sirkəsi tökəcəyik, limon duzu tökəcəyik. Suyunu dəyişəcəyik, yuvacağıq təmiz. Bir də bax belə bu qayda 2 dəfə suyunu dəyişəcəyik, 2 ay dalbadal. Sonra ağzını örtüb saxlayacaq, 3 ay, 4 ay qalacaq. Çünki bu başqa kimyavi maddələrlə bunun acısı çıxarılmır. Bunun ancaq təbii yolla acısı çıxarılır. Bu zeytun çox acıdır. Bunun acısını çıxartmaq üçün ancaq bax bu təbii yolla eləyirik. Siz də eləyin, can sağlığından da yeyin.